Hər vaxtınız xeyir, əziz tamaşaçılar. Misri Premier Liqasında 11-ci turun həyəcanı davam edir və sonuncu oyun günündə daha bir maçı sizə canlı yayımda təqdim edir CBC Sport. Qəbələ şəhər stadionundan bağlanmışıq. Kəpəz meydan sahibi qismində burada öz ev oyunlarını keçirən Gəncə təmsilçisi Sabahla qarşılaşır. 11-ci turda zəfər turunda. 8 noyabr zəfər gününə həsr olunmuş zəfər turu davam edir və bugün yekun vurulacaq tura. İşarə verildi, oyun başladı. Kəpəz Sabah zəfər turu çərçivəsində daha bir maç Qəbələ şəhər stadionunda. Sekizika. Yox, Mikels'dir bu. Mikels'in zərbəsi. Top qapıdan bir xeyli aralı keçdi. İstədiyi kimi zərbə indirə bilmədi. Mamaduba top ala bilmədi. Maluda mərkəzə irəliyir. Aron Maluda ötürməsi Simiç'e. Simiç'dən qapı qarşısına və topa zərbə indirən tapılmadı. Topu uzaqlaşdırmağa çalışır Kəpəz futbolçusu. Puxaçın zərbəsi blok qoyulur və hakimin bayrağı havadadır. Offside. Sağ ayağı ilə ötürmə cərimə meydançasına Məqsəd İsayev. Topu saxladı Paçu üçün. Paçu geriyə çəkildi. Zərbə Mamaduba. Topu qapıdan az fərqli aralı keçir. İtirir topu Onanuga, səhvə yol verdi. Mikels tabanlı ötürmə. Sekizika topa birinci çatdı, amma Kasper Rosa sonda onu qabaqlayır. Simiç irəlilədi, baxdı sağına, ötürməsini verdi. Aron Maluda. Maluda daha bir ötürmə qapı qarşısına. Rosa qaydan top. Simiç və gol! Sabah hesabı açır 22-ci dəqiqədə. Belko Simiç bəklənir. Və artıq 4-cü qoluna imza atır Serbiyalı futbolçu. Kasper Rosa səhvindən sonra Sabah hesabı açmağa nail oldu. Sabah azərkeşlərinin sevinci və 0-1. Simiç hücumu sağ cinahla istiqamətləndirir, davam etdirir. Aron Maluda qapı qarşısına ötürmə edir. Kasper Rosa topu uzaqlaşdırarkən səhvə yol verir. Top Mikels'a dəyir, daha sonra Simiç önünə düşür. O da boş qalan artıq demək olar ki qapıya topu göndərir. Qapı tam boş deyildi, amma Kasper Rosa'nın vəziyyəti topa reaksiya göstərməyə, zərbə reaksiya göstərməyə uyğun deyildi. Sabah hesabı açdı. Simiç, o da gəlişindən dərhal sonra bəli, təsdiqləndi qərar. Gol qüvvədə qalır. Kəpəz 0, Sabah 1. Veljko Simiç hesabı açdı 22-ci dəqiqədə. Sekizika yaxın küncə topu göndərir. Rosa komandasını qoldan xilas etdi. Lepinitsa topu saxlayır. Hücum davam edəcək. Lepinitsa'nın qapı qarşısında başla zərbə və gol! Joyles Mikels ikinci golun müəllifi olur 28-ci dəqiqədə. 6 dəqiqə ərzində Sabah 2 top vurur Kəpəzin qapısına və artıq üstünlüyünü artırır. Joyles Mikels də qollarının sayını 6-ya çatdırdı. Mamuaka Simakala ilə bərabərləşdi. Baxaq təkrara, Kasper Rosa 8-ci cərimə zərbəsini dəf edir. Daha sonra Lepinitsa asanlıqla burada Mamaduba ilə mübarizəni udur və sonra çox yaxşı ötürmə verir. Bu golun yarısı deyil. Bu ötürmə golun 70-80%-idir. Çox keyfiyyətli ötürmə idi. Belə yumşaq, lazımi nöqtəyə, lazımi hündürlükdən, lazımi sürətdə ötürmə verdi Lepinitsa və Mikels'a sadəcə topa toxunmaq qalırdı. 0-2. Şahverdiyeva top gəldi, çatdı. Cərimə meydançasına göndərilir. Ohori zərbəsi uzaq küncə. Az fərqlə top qapıdan aralı keçdi. Çox yaxın idi fərqlənməyə. Rionosuke Ohori. Və topu itirdi. Simiç, Veljko Simiç özü irəliyir. Mikels'lə oynayır. Mikels'dən qapı qarşısına Rosa. Bu dəfə ayağı ilə zərbəni dəf edir. Fərid Nəbiyev. Onun ötürməsi qapı qarşısına. Uzaqlaşdırmaq olmadı topu. Mümkün olmadı. İndi yalnız sol və topu uzaqlaşdırmaya çalışır. Zərbə və gəlir və gol! Kəpəz bir golun əvəzində çıxdı. 1-2. Olavale Onanuga. Standart vəziyyətdən sonra fərqlənir Gəncə futbolçuları. İlk hissənin son dəqiqəsində Kəpəz bir golun əvəzində çıxdı. Baxaq təkrara, ötürmə gəldi qapı qarşısına, Solve topa toxundu, amma cərimə meydançasından topu çıxara bilmədi. Jefferson Benton zərbəsi indi Solve zərbənin qarşısını alır, top Onanuga'nın önünə düşür. İlk toxunuşla topu qəbul etdi, ikinci toxunuşla onu qapıya göndərdi. Və bir neçə futbolçunun arasından top qapıya daxil oldu. 1-2.
Ümidləndi Kəpəz. Fasilə öncəsi çox vacib qol idi bu. Meydan sahibləri üçün. Tural Qurbanov bu arada ilk hissənin final fitini səsləndirdi. Komandaları fasilə yollayır. Siz Mamadou Banı görürsünüz. Qolu sarğılanıb, çiğni daha doğrusu. Həsrətlə son qoydu ödən turda. Aleksey Sayev zədəsini sağaltdı, meydanlara qayıtdı və ikinci hissə başladı. Yəni niyyətlərə tez bir şəkildə nəzər salıq, amma Kəpəzin bu hücumundan sonra Fərid Nəbiyev qapıya zərbə və Pokatilov təkrar zərbə alınmadı. Müdafiə anlamında ikinci hissədə daha inamlı çıxış edir Kəpəz və indi Paçu qapıçıya təpədə çıxa bilər. Paçu sol və önünü bağladı. Paçu zərbə imkanı axtarır. Offside. Bəli, Paçu offside-də idi. Sadəcə epizodun sonunu gözlədi hakimlər və yalnız ondan sonra oyundan kənar vəziyyəti qeydə aldılar. Ötürməyə qapı qarşısına. Başla zərbə! Gol! Amma yox, qayda pozuntusu var idi burada. Ya da yox. Bəli, gol. Hər şey qaydalar çərçivəsindədir. Hakimin sadəcə reaksiyası bir qədər mənə tərəddüdə saldı. Igor Nogueira qolu vurub. Yenə də kornerdən, yenə də Timoteus Puxaçın ötürməsindən sonra Sabah fərqlənir. Yeri yıxılan Kəpəz futbolçusu var idi. Həmçinin bu bir qədər tərəddüdə saldı mənim. Komanda yoldaşları bölüşür. Baxaq, bəli, hər kəsdən yuxarı tullandı və topu qapıya göndərdi. Heç kim ona burada mane ola bilmədi. Kasper Rosa üçün əlçatmaz olan nöqtəyə topu göndərdi. Baxaq, burada yox, bu qayda pozuntusu deyil əlbəttə ki. Bu sadəcə sadə bir mübarizə idi cərimə meydançasında. Yeri yıxılan futbolçu Pedro Gomes idi. İstənilən halda var otağında epizod izləniləcək. Məhz Nogueira bu epizodun iştirakçısı idi. Kəpəz ikinci 45 dəqiqə, bunu söyləmək lazımdır, amma indi bu qol vəziyyəti dəyişə bilər. Simiçin ötürməsi qapı qarşısına, zərbə indirmə mümkün olmadı. Daha bir şans, zərbə və Rosa. Borsonova qarşısında bir xeyli irəlilədi. Paris'ə ötürmə etdi. Paris'dən qapı qarşısına. İkinci cəhd Paris. Mikels zərbə, Rosa qaydan top. Simic. Lepinitsa'nın zərbəsi top düz Rosa'nın üzərinə gəldi. Ümiddən sağa. Puxaç, uduzdu mübarizəni, zərbə qapıya Onanduqadan və Pokatilov. Zəfə yol vermir. Xəyal Sağcın atı topladı. Önündə Ümid Səmədov var. Xəyaldan aldırıcı fəndlər ötürmə qapı qarşısına. Anatoli Nuri və Rosa. Kəpəzi qoldan xilas edir. Anatoli offside-daydı yenə də. Və bu da oyunun final fiti. Sabah Kəpəzə səfərdə 3-1 hesabı ilə qalib gəlir və növbəti 3 xalı aktivinə yazır.